Hoş gördük. Aziz izleyicilerim, sizinle bugünkü görüşümüzde Qələbə 80 mövzusundaki söhbətimizi devam etdireceğiz. Bugünkü mövzumuz belə adlanır. Faşizm üzerinde kazanılmış qələbədə Azərbaycanın tarixi olur. Tarixi rolu. Bəli, bəşəriyyətin faşizm taunundan xilas edilməsində Azərbaycan həlledici rol oynamış, tarixi rol oynamıştır. Mövzu son derece geniş bir mevzudur. Yani bu mevzuda yüzlerle kitap, binlerle makale yazılmıştır. Odur ki biz çalışacağız ki söhbətimizdə faşizm üzerinde kazanılmış qələbədə Azərbaycanın tarixi rolunu daha qabarıq şəkildə detallarla sizə çatdıraq. O zaman Azərbaycan Sovetlər Birliği tərkibində idi və Azərbaycan müharibəyə Sovetlər Birliği tərkibində daxil olmuştur. Müharibənin başladığı ilk gündən ta son günədək Azərbaycanın 700 mindən çox qəhrəman oğul və qızı cəbhəyə yollanmış və onların 400 minə yaxını gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olmuşlar. Müharibənin ilk günlərindən Azərbaycanda milli diviziyalar yaradılmışdır. Bunlar 77-ci, 223-cü, 402-ci, 416-cı diviziyalardır ki və bu diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmişlər. Müharibə illərində həmçinin ölkəmizdə müxtəlif güşələrdə hospitallar, hərbi hospitallar fəaliyyət göstərmişlər ki, bu hospitallarda 441 mindən çox yaralı və xəstə döyüşçü müalicə olunaraq yenidən cəbhəyə qayıtmışlar. Bu hospitallardan birisi də Qızılgüllər diyarı Zaqatalıda fəaliyyət göstərmiş. Zaqatalıda fəaliyyət göstərən bu hospital Kursk şəhərindən Zaqatalıya köçürülmüş və burada yüzlərlə qəhrəman döyüşçü müalicə olunaraq yenidən cəbhəyə qayıtmışlar. Müharibə illərində böyük qəhrəmanlıq göstərən 250 mindən artıq döyüşçümüz orden və medallarla təltif olunmuşlar. Onlardan 130 nəfərinə Sovet İttifaqı qəhrəmanı adı verilmişdir. Bunlar hansılardır? Qəray Əsədov, İsrafil Məmmədov, Adil Quliyev, Səlahəddin Kazımov, Həzi Aslanov, Mehdi Hüseynzadə və başqaları. Bu döyüşçülərin hər birisinin, bu qəhrəmanların hər birisinin adı şanlı hərf tariximizə qızıl hərflərlə yazılmışdır. Bundan başqa 30 nəfər göstərdiyi qəhrəmanlığa görə Vətən Müharibəsi ordeninin hər 3 dərəcəsi ilə təltif olunmuşdur. Müharibə illərində həmçinin arxa cəbhənin qəhrəmanları, yəni zəhmətkeşlər də çox böyük fədakarlıqlar göstərmişlər. Onlar baxmayaraq ki, müharibənin ağrı acılarını yaşayırlar, çətin bir vəziyyətdir, cəbhəyə maksimum şəkildə kömək etməyə çalışmışlar və kömək etmişlər. Belə ki, Azərbaycan zəhmətkeşləri müharibə illərində 125 min vaqon isti paltar, 1,6 milyon ədəd zəruri ehtiyac mallarını cəbhəyə göndərmişlər. Azərbaycan zəhmətkeşləri bundan əlavə tez-tez döyüşçülərə müraciətlərlə, onları ruhlandıran məktublarla müraciət edirdilər, göndərirdilər. Bu məktubların birisi 1943-cü ilin baharında yazılmışdır. 900 min zəhmətkeşin imzaladığı və cəbhəyə göndərilən bu məktubda deyilirdi: bizim qəhrəman döyüşçülərimiz, siz harada olsanız da öz doğma Azərbaycanımızı müdafiə edirsiniz. Müharibə illərində faşistlərin irəlilədiyi istiqamətlərdən birisi də Bakı, Neft Bakısı idi. Yəni o zaman Almanlar bu müharibəyə başlayarkən qarşılarına dünya ağalığına nail olmaq məqsədi qoymuşlar və bu yolda onların qarşısına duran yeganə maneə yanacaq məsələsidir. Yəni onların yanacağı çox az idi. Buna görə də onlar hələ müharibə başlamamışdan çox-çox əvvəllər Neft Bakısını ələ keçirmək üçün, Neft Bakısının məhv etmək üçün çoxlu planlar qurmuşlar və bu işdə onlara bədnam qonşularımız olan erməni faşistləri də yaxından kömək eləmişdir. Yəni bu işlərin həyata keçirilməsində Alman faşistlərlə yanaşı erməni faşistləri də birgə fəaliyyət göstərmişlər. İndi isə bir neçə faktı, bununla əlaqədar bir neçə faktı göstərəcəyik. Baharın 17-ci anı filmini yəqin hər birimiz yaxşı xatırlayır. Filmin mənfi qəhrəmanlarından biri də Hans Müllerdir. Müller 1938-ci ildə gizli şəkildə Bakıya gəlir. O iki erməni, demək Bakının mərkəzində Targovuda iki erməni ilə görüşür və ermənilər ona Bakı şəhərinin planını təqdim etmişlər. Alman cəlladlarından başqa birisi Rosenberg
ermənilərin köməyi ilə öz qohumu olan xanımı İran vasitəsilə Bakıya keçirmiş və sonra bu xanımı ermənilərin köməyi ilə böyük alim olan Yusif Məmmədəliyevin çalışdığı zavodda işə düzəltmişdir. Xanımın qarşısında belə bir məqsəd qoyulmuşdur. Görkəmli alimi məhv etmək, onun laboratoriyasını partlatmaq. Həmçinin həmin xanıma Bakı əhalisini zəhərləmək üçün 6 kiloqram siyanit, yəni zəhər verilmişdir ki, o suya qatsın. Bəs bu xanım görkəmli alimi nə üçün məhv etmək istəyirdi? Nə üçün ona belə bir tapşırıq verilmişdir? 1. Yusif Məmmədəliyev o zaman yüksək oktanlı təyyarə benzini ixtira etmişdir, istehsal eləmişdir. 2. O Molotov kokteylini ixtira eləmişdir. 3. Katyusha mərmilərinin partlayıcı hissəsini ixtira eləmişdir və bu silahların hər birisi müharibədə böyük qələbənin qazanılmasında çox böyük rol oynamışdır. Məhz buna görə də demək bu silahlarda buna görə də Yusif Məmmədəliyevi məhv etmək istəyirdi. Tarix belə bir maraqlı bir fakt var ki, hələ məclislərin birisində Almanların yüksək rütbəli rəhbərləri üçün keçirilən məclislərin birisində dünya xəritəsindən ibarət bir tort düzəldilir. Yəni dünya xəritəsi təsvir olunan bir tort düzəldilir və bu tort məclisdə təqdim olunarkən Hitler gedir və həmən tortda demək Bakının şəkli olan Bakıya aid hissəni kəsib öz qabına götürür ki, bura Bakı mənim olacaqdır. Yəni neft Bakısını ələ keçirmək Almanlar üçün əsas vəzifələrdən biridir. Və müharibə illərində neft Bakısında 75 milyon ton neft istehsal olmuşdur ki, bu da ölkədə istehsal olunan yanacağın 85%'ni təşkil edirdi. Digər tərəfdən Bakının neft maşın qayırma zavodları da bu illərdə yeni istehsal sahəsinə keçmişlər və bu zavodlarda avtomat silahlar, minamyotlar, bombalar istehsal olunurdu. Yəni müharibə illərində Bakıda 70'den artıq demək silah istehsal olunurdu. Əziz izləyicilərim, mən 1975-79-cu illərdə tələbə ikən, yəni əyani oxumuşam. O zaman əyani oxunan tələbənin işləməsinə icazə verilmirdi. Çox çətinliklə demək Nəsimi rayon müəssisədən kənar mühafizə idarəsində gözətçi işləmişəm. 16 nömrəli briqadada və həmən demək briqadaya daxil olan postlardan ikisi də o zamanki metal plasmas zavoduna aid idi. Yəni metal plasmas zavodu böyük bir ərazini əhatə etdiyi üçün burada 2 post qurulmuşdur. Mən tez-tez bu zavoddakı postların birisində də gözətçilik edirdim. Və bu zavodun həyətində bir abidə ucaldılmışdı. O illərdə söhbət 75-79-cu illərdən gedir və bu abidədə bu sözlər yazılmışdı. Burada SSR Xalq Müdafiə Komissarlığının filan nömrəli zavodun nömrəsi göstərilir. Zavodu yerləşmişdir. Zavodda Katyusha mərmiləri istehsal olunurdu. Və sonra lövhədə deməli 3 müxtəlif ölçüdə Katyusha mərmiləri təsvir edilmişdir. Yəni müharibə illərində neft Bakısında həmçinin 70'den artıq silah, o cümlədən məşhur Katyusha mərmiləri də istehsal olunmuşdur. Yəni müharibənin bu faktlar bir daha onu göstərir ki, müharibədə neft Bakısı Azərbaycan zəhmətkeşlərinin çox böyük xidmətləri olmuşdur və bu xidmətləri o dövrdəki Sovet komandanlığı, yüksək rütbəli Sovet komandirləri yüksək qiymətləndirmişlər. Bu bizim sadəcə 3-cü kitabımızdır, Zaqatala adlanır. Burada ensiklopedik məlumat vardır və kitabın bir fəslini biz bütövlükdə 2-ci Dünya Savaşında Azərbaycanın iştirakına həsr eləmişik, qəhrəmanlığına, tarixi xidmətlərinə həsr eləmişik. Bunların bir neçəsi ilə Sovet yüksək rütbəli komandirlərinin sözləri ilə sizi tanış edirik. Sovet İttifaqı marşalı Talbuxin yazırdı. Azərbaycanlı döyüşçülər hücum zamanı yüksək vətənpərvərlik, dönməzlik, mərdlik, düşmənə qarşı kin və nifrət kimi öz xalqının ən gözəl keyfiyyətlərini nümayiş etdirirlər. O zaman Dövlət Müdafiə Komitəsinin dəfələrlə keçici qırmızı bayrağını almış kənd əməkçilərinin əldə edilmiş nailiyyətlərini İzvestiya qəzeti belə təsvir edirdi. Azərbaycanın kənd təsərrüfatı sahəsindəki timsalı ölkəmizin bütün respublikalarına, ölkə və vilayətlərinə çox şey öyrədir. Azərbaycanlılar müharibə şəraitində necə işləmək, cəbhəyə necə kömək etmək,
ordunu və əhalini kənd təsərrüfatı məhsulları ilə necə təchiz etmək lazım olduğunu göstərirdilər. Sovet İttifaqı marşalı Malinovski Respublikamızın zəhmətkeşlərinə göndərdiyi təşəkkür məktubunda yazırdı. Vətənimiz üçün çox ağır olan günlərdə ölkəmizin mühüm iqtisadi əhəmiyyətə malik rayonlarının işğalçılar əlində olduğu bir zamanda siz öz üzərinizə ölkənin və Qızıl Ordunu yanacaqla təmin etmək kimi ağır bir vəzifə götürmüsünüz. Bu yanacaq olmadan biz öz qüdrətli texnikamızı istifadə edə bilməzdik. Sizin əmək igidliyiniz döyüşçülərimizi ölməz qəhrəmanlıqlara ruhlandırmışdır. Sovet İttifaqı marşalı Talbuxin Azərbaycan zəhmətkeşlərinə təşəkkür məktubunda yazırdı. Ordumuz özünün bir çox qələbələri üçün Azərbaycan xalqına, qəhrəman Bakı neftçilərinə borcludur. 4 dəfə Sovet İttifaqı qəhrəmanı Marşal Jukov da öz təşəkkür məktubunda Respublikamızın kənd əməkçilərinə göstərdiyi böyük xidmətlərinə görə öz minnətdarlıqlarını bildirirdilər. Göründüyü kimi yüksək rütbəli Sovet komandirlərinin bu qiyməti də müharibə illərində Azərbaycan zəhmətkeşlərinin, Azərbaycan qəhrəman və oğul və qızlarının göstərdiyi qəhrəmanlıqları bir daha əks etdirir və bir daha təsdiq edir. Müharibədən sonra 1965-ci ildə Qəhrəman şəhər adları təsis olundu və müharibə illərində göstərdiyi qəhrəmanlığa görə həmən şəhərlərin müdafiəsində, düşmən üzərində qələbədəki xidmətlərinə görə bu bir neçə şəhərə Qəhrəman şəhər adı verildi. Lakin bütün bu yuxarıda saydığımız faktlara baxmayaraq, nədənsə müharibənin qələbənin əldə edilməsində böyük xidmətləri olan, bəşəriyyətin faşizm talanından xilas edilməsində müstəsna xidmətləri olan Bakı şəhərinə Qəhrəman şəhər adı verilmədi. Təəssüf, çox təəssüf. Bugün biz qələbəmizin 80 illiyinin qeyd olunduğu günlərdə sizinlə görüşürük. Əgər Azərbaycan Bakı neftçiləri olmasaydı, təbii ki, bugün dünyanın xəritəsi indiki vəziyyətdə olmazdı. Ona görə də biz bu qələbənin əldə edilməsində xidmət göstərən insanların hər birinin əziz xatirəsi önündə ehtiramla baş əyirik və bugün bizimlə yaşayan, fədakar əməyi ilə müharibənin əldə edilməsində, qələbənin əldə edilməsində xidmətlər göstərən, qəhrəmanlıqlar göstərən insanlara da uzun ömür arzulayırıq. Diqqətinizə görə çox sağ olun.